Ələm əhəd iləykum ya bəni Adəm, əllə tə'buduş şeytan, innəhu ləkum aduvvun mubin. Məgər sizlə əhd bağlamadığımı, ey Adəm övladları, ki şeytana ibadət eləməyin, o sizə açıq-aşkar düşməndir. Və ən i'buduni, haza sıratun müstəqim. Və mənə bəndə olun, mənim bəndəm olun ki, doğru olan yol budur. İstəyirsən biləsən düz yol hansı yoldur? O, mənim sözümlə oturub durmaq yolu. Hər bir işdə mənim də sözüm var, nəfsin də sözü var, şeytanın da sözü var. O sözlərin içində ağıl vermişəm sənə, seç, gör hansı mənim sözümdür. Ona itayət eləsən hər gün, hər bir hadisə qabağında, o zaman olur haqq yol, sırat-ı müstəqim. O bəndəlik yoludur, ubudiyyət yoludur. Allah deyər nədir onu eləyəsən və Peyğəmbərinə itayət eləyəsən və əhl-i beytə itayət eləyəsən. Bunlar bir-birindən ayrılmaz. Mümkün deyil insan deyə ki, mən Allaha itayət eləyirəm, amma əlini qəbul eləmirəm. İxlas az. Allah ayırmır bunları özündən. Buyurur, əti'ullah və əti'ur rəsul və ulil əmri minkum. Allaha, Peyğəmbərə və əmr sahiblərinə, yəni imamlara tabi olun. Bu üçü bir-birindən ayrılsa, ip qırılacaq. Və bu barədə də çox danışmışıq. Niyə imam vasitəsilə, niyə Peyğəmbər vasitəsilə Allaha tərəf gedəsən? Ona görə doğru olan yol vilayət yoludur. Hədislərdə var, imamlar buyurur, Vallah nəhnus sıratul müstəqim. And olsun Allaha, buyurur, biz doğru yolu. O ki, Quranda var, doğru yol, o bizim yolumuzdur. Biz əhl-i beytin yoludur. İmam Sadiqdən soruşdular ki, İhdinə sıratəl müstəqimdə məqsəd nədir? Doğru yol hansı yoldur? Buyurdu, ət-təriq və mərifətul imam. Buyurdu, o yol imam tanımaq yoludur, imam dalıyla getmək yoludur və doğru olan yol budur. Və kim dünyada bu yolla getsə, axirətdə yəqin hamınız eşitmişsiniz də Sirat körpüsü. Sirat körpüsü cəmaatın dilində, ədəbiyyatımızda çox işlənən sözdür, Sirat körpüsü. Sirat körpüsü nədir? Dünyada getdiyi düz yolun orada təcəssümüdür. Buradakı biz yol gedirik, onun orada timsalı, təcəssümü Sirat körpüsüdür. Onun nümunəsidir. Hədislərdə var ki, cəhənnəmin üstündən keçir. Nə deməkdir bu? Yəni dünyada bu doğru yol var, onun sağı da cəhənnəmdir, solu da. Dünyada ki bu doğru yolu gedirik, ayağı sağa da atsan, yanırsan, sola da atsan. O incə bir yoldur, din yolu dünyada. Necə dünyada incədir, orada da elə. Buyurur, tükdən nazik, qılıncdan itidir. Niyə? Çünki çox diqqətli olmalısan ki, bu doğru yolu gedəsən. Çox rahatdır bu yoldan azmaq. Nə qədər insanlar var, din yolundadılar, namaz qılırlar. Elə bilirlər, düz yoldadırlar, amma şeytan din vasitəsilə onları azdırır. Onlar elə bilir, düz yoldadılar, amma təkcə namaz qılmaq səbəb deyil insan düz yolda olar. Doğru yol çox incə bir yoldur. Odur ki, buyurur ki, tükdən nazik və qılıncdan itidir. Dünyada necə müəyyən eləmək çətindir, orada da o yolu getmək çətindir. Odur ki, buyurur, bəziləri hədisdə var, ildırım surəti ilə sıratdan keçər. O möminlər ki, ayaqları titrəmədi dünyada. Hər gələn külək onları haqdan azdırmadı. Hər deyilən sözə inanmadılar. O adamlar ki, iman gətirdilər və yollarında möhkəm dayandılar. Onlar qiyamətdə ildırım surəti ilə sıratdan keçərlər. Bəziləri hədisdə var, qədəmləri titriyər, amma bir təhər keçib gedərlər. Onlar o insanlardır ki, bir təhər bir cür bu yolu getdilər dünyada. Və bəziləri də cəhənnəmə düşərlər. Görərsən, tökülərlər cəhənnəmə. O insanlar ki, bu yolu getmədilər. Ona görə deyiblər ki, bu vilayət yoludur. Birinci ayağı ora qoyanda nə soruşarlar? Peyğəmbər buyurub ki, Quranda ayə var. Vaqifuhum innahum məs'ulun. Quranda ayə belədir ki, onları saxlayın ki, sorğu-sual olunacaqlar. Soruşdular, ya Rasulallah, bu qiyamətin harasına aiddir? Buyurdu ki, sirata gəlib çatan kimi deyəcəklər, saxlayın. Onlar sorğu-sual olunmalıdırlar. Bəs nə soruşacaqlar? Birinci ki, sirata adam addım qoyur, nə soruşacaqlar? Peyğəmbər buyurdu ki, orada Əlinin vilayəti barədə soruşacaqlar. Buyurdu, ya Əli, kimdə sənin vilayətin qəbzi olsa sirata yol tapacaq. Olmasa birinci addımdan cəhənnəmə gedəcək. Birinci şərt budur ki, sənin vilayəti, imaməti tanıyıb, yoxsa yox. Bu siratdan keçmək üçün birinci şərtdir. İkinci dayanacağı var siratın üstündə. O da budur ki, namaz haqqında soruşarlar. Vaylun lil musallin.
Buyurur Quran, vay olsun o namaz qılanların halına ki, namazlarını keyfiyyətsiz qılırdılar. Namazı yüngül sayırdılar. Siratda sonra nə soruşacaqlar? Sile-i rəhmi soruşacaqlar. Sile-i rəhm nədir? Yəni qohumlarla necə ünsiyyət saxladın? Qohumlarla get-gəl elədin, yoxsa elə hamı ilə düşmən idin? İnsanlarla ünsiyyətdə sile-i rəhm təkcə qohumlara aiddir. Mömin qardaşlara, iman əhlinə, insanların hamısına münasibətdə necə idin? Onu soruşacaqlar. Sile-i rəhmi soruşacaqlar. Sonra buyurur zülmü soruşacaqlar, haqqın nası soruşacaqlar. Əmanətə xəyanət elədin ya yox? Bunlar siratın vacib suallarıdır. O, qiyamətin çox qorxulu yeridir sirat. Hədislərdə var ki, səyirtikə kimi insanlar töküləcəklər cəhənnəmə. O qədər qorxuludur ki, insanlar vəhşət içində olacaq. Hədislərdə var, mələklər gələcək, deyəcəklər, ay mehriban Allah, bunları salamat keçirt buradan. Hədislərdə var, Peyğəmbər orada dizi üstü oturub ümmətini dua eləyəcək ki, ümmətimi buradan salamat keçir. Əhl-i beyt dua eləyəcək və kimsə nicat tapsa, çox böyük bayramdır onun üçün. Çünki sirat axırıncı mənzilidir qiyamətin. Siratı keçdin də cənnətdəysən. Odur ki, deyir, siratı keçən insanlar deyəcəklər, şükür olsun o Allaha ki, naümid olandan sonra bizi öz neymət və fəzli ilə siratdan keçirdi. Görünür ki, orada neçə dəfə adam ümidsiz olacaq ki, deyəsən həlak oldun. Odur ki, onu keçəndən sonra şad olacaqlar. Odur ki, salih insanların ən böyük arzusu bu olub ki, siratdan keçsinlər. Əbu Zərə bir gün bir nəfər gəldi, dedi ki, ay Peyğəmbər sahabəsi, gözün aydın, təbrik edirəm. Dedi, nə baş verib? Dedi, sənin qoyunun balası olub. Baxdı, dedi ki, onların çoxluğuna sevinmirəm mən. Mənim sevincim qoyunumun balalaması üçündür. Az olsun, mənə kifayət eləsin, nəinki çox olsun, məni özünə məşğul eləsin. İstədiyim qədər, yəni ehtiyacımı ödəyən qədər olsa bəsimdir. Buna təbrik düşmür, amma təbrik bilirsən nəyə düşür? Ona düşür ki, insan siratdan salamat keçər. İnsan ki, bir şeyin fikrindədir, nə danışsın o yadına düşəcək. Əbu Zər də bundan narahatdır. Buyurdu ki, Peyğəmbər mənə xəbər verib ki, sirat çox təhlükəli yerdir. Onda məni təbrik eləyərsiniz ki, siratdan rahat keçdim. Və bunu da eşitmişsiniz, bir nəfər Salman Farsiyə gəlir, deyir ki, üzr istəyirəm sizdən, bir cahil adam olur. Yoldan keçən bir adamdır, Salman keçir, bu da baxır ona, söz axtarır da sataşmağa. Baxır Salmana, deyir ki, sənin saqqalın üstündür, yoxsa itin quyruğu. İndi birdən, məsələn, bu sözü adama desələr, biz neyniyərik? Yəqin dava salarıq. Sən mənə belə deyirsən falan. Salman nə deyir? Salman deyir, baxır ona, deyir ki, əgər siratdan keçə bilsə mənim saqqalım, siratdan keçə bilməsə itin quyruğu. Əgər bu saqqalı siratdan salamat keçirdə bilsəm, onda bu üstündür. Görsənir ki, bütün dəyərli və fəzilətli insanlar qiyamətin, xüsusən də siratın çətinliyindən narahat olublar və siratı sürətlə keçmək üçün insan dünyada din yolunu əzmlə getməlidir. Din yolunda diqqətli olmalıdır ki, onu haqdan azdırmasın şeytan. Onu Əhl-i Beytin, vilayətin yolundan azdırmasın və Allaha insan gündə namazda pənah aparmalıdır. Ona görə biz xahiş edirik, deyirik, ihtinas sıratal müstəqim. Yəni, ilahi sən nəzəri çəksin, biz bu yolu gedə bilmərik. Hər an nəzər elə, əlimizdən tut ki, biz məqsədə gedib çata bilək.